Eğer tespit olunsa ki 100% filan kəs filan xatanı etmişdir, güzel şekilde yaymadan, üstün örterek ve belə olanda insan həqiqi qardaş olur ve imanın şirinliğini dadmış olur. Adil neçə ildir bırak pis idi. Niye çıxmayıb danışmaydınız bu gün aildiniz? Niye bu söhbətlər başlayandan danışmadın? Niye ondan qabaq danışmadın? Niye o vaxtlar o Adil gəlib problem olanda danışmırdın sən öyündə? Qoyla qoymurdun Adil. Mane olurdun, o sənin evin idi, qoymurdun dərs keçməyə. Eləcə o bir Ömər ya o başqası. Niye? Niye indi? Hamımız yəni niyyətlər Allah üçün deyil. Bir də başqa bir söhbət var axı. Bu Yaşar Sırağayev yazıbdır Əhmədə Mədənə tələbəsinə ki, fərmana deyirəm, nə də bu fərman axırıncı səsi yaman zor təsir eləyib onlara deyəsən şey məsələsində qamət həddadi zad o kəzzəbzə söhbəti. Deyim, mən də ona göstərərəm həddadi kimdir, mən onu birinci indi medyaya verəcəm. Yazıyı göndərəcəm bir sahama, Yaşarın öz yazısıdır. Sonra da media sayıcı bu indi medyaya verib fərmanı. Yəni, bax, oxu gör. Yani bu ne kadar cındır adamdır, ne kadar alçaq şərəf. Bütün hizbilər yalancıdır. Bütün hizbilər sələfdən başqa bir əqidəyə, bir mənhəcə nisbət olunanlar yalan danışanlardır. Bütün hizbilər yalancıdır. Bütün hizbilər sələfdən başqa bir əqidəyə, bir mənhəcə nisbət olunanlar yalan danışanlardır.